qaydaları ilə bağlı biz danışacağıq. Yaxşı sürsən də səni qəzaya sala bilərlər. Yəni bu qəzaların səbəbi nədir sizcə? Bəziləri elə bir ki, səhər-səhər Allah mənə ölüm ver deyərək evdən çıxırlar. Piyadalar da eyniliyinə yarışırlar sürücülərlə ki, geri qalmasınlar. Sürücü dünənə qədər piyada olan insandır. Yavaş-yavaş keçirlər, kiminsə vaxtını alırlar, heç onu da düşünmürlər. 3 yaşında nəvəsini darta-darta piyada keçidi olmayan yerdən keçir. Və valideyndə əgər yol tərbiyəsi yoxdursa, bu uşaqda necə ola bilər? Belə hadisələr olanda sürücünü tam bəraət qazanır. Nəsə demək istəyirsiniz? Çox sağ olun söz verdiyiniz üçün. Səbirli olanda heç bir qəza olmur, heç bir də pis hadisə baş vermir. Rəsulova ilə söhbətə xoş gəldiniz. Və əziz dostlar, bu gün artıq biz bayramı qeyd edirik. Ramazan bayramıdır. Fürsətdən istifadə edib hamını, bütün izləyiciləri, bütün yaxınlarınızı, əzizlərinizi Ramazan bayramı münasibətilə təbrik etmək istəyirəm. Allah tutduğunuz orucunuzu, dualarınızı, niyyətlərinizi qəbul etsin. Bu gün isə elə bayramla bağlı nə həkimlər də qonağım, nə isə bir problemləri sözsüz ki, biz yada salacağıq, amma xəstəliklərdən danışmayacağıq. Yol qaydaları ilə bağlı biz danışacağıq. Bu, yəni ki, suallarım çox olacaq və əlbəttə ki, sizin suallarınızı da qeyd etmişəm. Mütləq və mütləq öz qonağımla müzakirə edəcəyik. Vaxt itirmədən qonağımı təqdim etmək istəyirəm. Qonağım isə qəza əleyhinə kursların məşqçisi Aqil müəllim Rəhimovdur. Xoş gəlmisiniz Aqil müəllim. Axşamınız xeyir. Aqil müəllim, ilk növbədə mənə çox maraqlıdır ki, yəni sizin kurslarda, yəni qəza əleyhinə kurslarda, yəni digər kurslardan nə ilə fərqlənir? Bilirsiniz, kurslar çoxdur. Onların içində qəza əleyhinə kurslar fərqlənirlər. İş orasındadır ki, adi kurslarda insanı maşın sürməyə öyrədirlər, qanunla, qaydayla. Bu çox yaxşıdır. Amma bizim şəraitdə, bizim şəhərin şəraitində yalnız qaydalarla maşın sürsən, yenə də səni vuracaqlar. Yəni özünü qoruya bilməsən, qaydaları bilsən də, yaxşı sürsən də səni qəzaya sala bilərlər. Qəza əleyhinə kurslarda biz nəinki maşın sürməyi öyrədirik, sıfırdan maşın sürməyi öyrədirik. Eyni zamanda ətraf sürücülərin səhvini düzəltməyi öyrədirik. Qəzadan qaçmağı öyrədirik. Piyadalarımız da ki, bu barədə geniş danışacağıq. Necə yol keçirlər, bu barədə geniş danışacağıq. Bəziləri elə bir ki, səhər-səhər Allah mənə ölüm ver deyərək evdən çıxırlar, özlərini qorumurlar. Bu qəza əleyhinə kurslarda bütün bu problemlərdən qaçmağı öyrədirik. Öncədən necə, misal üçün bu? Bəli, öncədən görməyi öyrədirik. Yəni hal-hazırda bayramlarda biz də mən də siz də bilirsiniz ki, hamı bu tətillə bağlı və bir neçə gün istirahət günləri ilə bağlı çoxlarımız rayonlara üst tuturuq. İndi dünyada hal-hazırda baş verənlərlə bağlı daha çox Azərbaycanımız da istəyirlər vaxt keçirsinlər. Ona görə də rayonlara getdikdə, bu bayramlarda maşın, avtomobil yollarda çox olduğunda istənilən halda bu yəni xoşa gəlməz xəbərləri eşitmiş oluruq. Söhbət qəzalardan gedir. Yəni bu qəzaların səbəbi nədir sizcə? Bu qəzaların səbəbi çoxdur, amma ən əsaslarından bir-ikisini demək istəyirəm ki, deməli, bilirsiniz necədir? İnsanlar istirahətə gedəndə belə bir onlarda arzu olur ki, mənzil başına tez çatsınlar. Hərdən bu arzu ehtiyat hissini üstələyir. Onlar deməli yolda istirahət eləmirlər. Ümumiyyətlə rayona gedəndə bir-iki məsləhət vermək istəyirəm insanlara. Səhər tezdən çıxın. Deyir, gecə çıxmayın yola. Gecənin deyir xeyrindən səhərin şəri yaxşıdır. Özdə hava çıxmaq lazımdır. Səhər lap təzə işıqlanır hava. Onda çıxsaz, elə bil ki, günortaya qədər siz deməli Azərbaycanın istənilən nöqtəsinə gəlib çata bilərsiniz. Çünki hardasa 11-dən 12-dən sonra yük maşınları da qarışır, ötmə manevrlərinin edilməsi artır. İstirahətə gedirsinizsə, elə yolda onun ləzzətini çıxardın. Yolda mənzərəli yerlərdə dayanın. 1 saatdan 10 dəqiqəlik istirahət edin. Bir dəfə, məsələn, uzaq yoldursa, 300-400 kilometrlik yoldursa, bir dəfə 200 kilometrdən sonra tam ailəyə istirahət verin. Biraz kababdan yiyin, biraz çaydan için. Yəni ətraf quşlara qulaq asın. Çünki Azərbaycanın təbiəti çox gözəldir. Yəni demək istəyirəm ki, ən birinci səbəblərdən biri insanların
mənzil başına həddindən artıq tez çatmaq istəməsidir. Amma bəziləri əfsus ki, deməli statistikadan gördüyümüz kimi mənzil başına gedib çata bilmirlər. Yəni səbəb də ki, səbirsizlikdir. Səbirsizlik. Səbirsizlikdir. Ona görə əziz izləyicilər, çalışın səbirli olun. Yəni heç bir yerə tələsməyin. Yavaş-yavaş həmişə deyirlər, tələsən təndirə düşər. Fürsətdən istifadə edib mən istəyərdim ki, bizim izləyicilərə xatırladım ki, bütün suallarınızı, rəylərinizi, təkliflərinizi bizim səhifələrə yazıb göndərə bilərsiniz. Instagram səhifəmizi xatırladım ki, Rəsulova ilə söhbət yazıb səhifəmizə abunə ola bilərsiniz. Daha sonra isə əlbəttə ki, hal-hazırda izlədiyiniz podkastımızı, videomuzu da bəyənib, paylaşmağı və eyni zamanda suallarınızı və rəylərinizi yazıb göndərə bilərsiniz. Eyniliklə də YouTube kanalımızı da xatırladım. Vəfa Rəsulova yazırsınız və orada da abunə olmağı və öz təkliflərinizi də yazıb göndərməyi unutmursunuz. Hal-hazırda yəni həm sürücülər tərəfdən də biz qayda-qanun pozuntusu görürük, həm piyadalar tərəfdən də, yəni hamımız şahidə oluruq. Mən istəyərdim ki, daha çox son vaxtlar, yəni əvvəlki kimi deyil. Əvvəllər daha çox sürücülər idi. İndi isə elə bir piyadalar da eyniliyinə yarışırlar sürücülərlə ki, geri qalmasınlar. İlk növbədə mən istəyərdim ki, elə cavanlardan başlayaq. Cavanlar hansılar ki, qulaqlıqlardan istifadə edirlər və piyada zolaqlığından keçirlər və ya da ümumiyyətlə tələsirlər yol keçməyə, eyniliklə də elə piyadalar var ki, onlara yol verəndə də heç umurlarında, yəni fikirlərində olmur ki, tez keçmək lazımdır. Yavaş-yavaş keçirlər, kiminsə vaxtını alırlar, heç onu da düşünmürlər. Yəni sırf gənclərdən, piyadalardan istərdim ki, danışaq. Nə etməliyik ki, onlar qayda-qanuna riayət etsinlər? Deməli, bilirsiniz necədir? Gənclərin problemi birinci piyadalıqdan başlayır. Özünüz bilirsiniz ki, sürücü dünənə qədər piyada olan insandır. Sonra da davam edir, onlar sürücü olduqda. Hamısı uşaqlıqdan gəlir. Uşaqlıqda tərbiyə güclü olmalıdır. Yol tərbiyəsi çox aşağı səviyyədədir. Əvvəlki illərdə bizim vaxtımızda dərnəklər olurdu və dərnəklərdə yol hərəkəti qaydaları öyrədilirdi, yol necə keçilməlidir. Amma mən biləndən indi məktəblərdə deməli bu fən tədris olunmur, bir dərnək kimi də yoxdur. Və sual verəndə cavab verilir ki, həddindən artıq uşaqların deməli bilik yükü ağır olduğundan bu məsələyə vaxt qalmır. Amma əslinə qalanda bu elə bir vacib məsələdir ki, ona mütləq yer qalmalıdır. Bu məsələnin həllinə yer qalmalıdır. Çünki bilirsiniz necədir? İnsan sağlam deyilsə, insan yolda sağlamlığını itirirsə, qalan arzulardan danışmaq olarmı? Yox, danışmaq olmaz. Ona görə birinci növbədə ailədə tərbiyə olmalıdır. Deməli, bilirsiniz necədir? Böyüklər qarışıb balacalara, balacalar da qarışıb böyüklərə. Siz yolda fikir verməmisiniz. Cavan anandır və yaxud qoca nənədir, nəvəsinin 3 yaşında nəvəsini darta-darta diaqonal üzrə piyada keçidi olmayan yerdən keçir. O başa düşmür ki, o nənə və yaxud ana başa düşmür ki, həmin anda o uşağı kodlaşdırır. Yəni gələcəyin qayda pozan piyadasını elə bil ki, yaradır. Siz bilirsiniz ki, biz nə qədər uşaqlara sözdə tərbiyə etsək də, onlar bizim hər sahədə hərəkətlərimizə fikir verirlər. Lap valideyn evdə desin ki, gərək yaşıla keçəsən, nə edəsən, sonradan uşağı qırmızı işığa sürükləyirsə, məhz sürükləyirsə, deməli, o uşaq böyüyəndə əlbəttə ki, qaydanı pozacaq. Ona görə burada biz necədir? Artıq bir nəsil yetişib ki, hansı ki, onun özünü də, artıq uşaqları var, amma o nəslin özünü artıq tərbiyədə nəsə problemləri olub və yol tərbiyəsi olmayıb. Və valideyndə əgər yol tərbiyəsi yoxdursa, bu uşaqda necə ola bilər? Ona görə ana-bala, nənə, nəvə bir-birinə qarışır, yolu deməli necə gəldi keçirlər. Özü bilirsiniz necədir? Deməli, ümumiyyətlə, istənilən canlıda özünə qoruma hissi olmalıdır. Hətta Allahın pişiyində də siz görmüsünüzmü? Balası ilə oturur, nəsə səs eşidən kimi balasını qucaqlayır, qoruyur. Bax, insanların bəzilərində özünü qoruma hissi elə bir itib. Refleks da, elə bir refleksdir. O refleks artıq itib. Onlar yola elə keçirlər ki, ya arxayındılar ki, bu maşın onları deməli basmayacaq və yaxud da ki, bir sindromda var, siz özü sürücü olmuşsunuz, sürücüsünüz, ona görə yaxşı başa düşərsiniz. Bir qism insanlar sürücü olmamış,
sürücünü başa düşmürlər. Bəli. Elə bilirlər ki, bu maşın avtomatik dayanandır, o dəqiqə dayanacaq. Fizika qanununda, yəqin fizikadan da 2 alıblar. Ona görə bilmirlər ki, cisim, istənilən cisim, o cümlədən avtomobil o dəqiqə dayana bilməz. 5 metr, 10 metr, 15 metr gedir. Onlar yolu necə gəldi keçirlər. Nə qədər təbliğat eləyirik, yol polisi də bu barədə böyük tədbirlər görür. Bu problem, piyada problemi qurtarmır ki, qurtarmır. Özü birisi necədir? Biraz adam hərdən ümiddən düşür ki, bunların qayda ilə keçməli. Hamıdan getmir də söhbət. Müəyyən bir cisim normal keçir. Biz məhz kobud qayda pozan piyadalardan danışırıq. Bunlar nəinki yolu pis keçirlər, nəinki yolu lazımi olmayan yerdən keçirlər. Bunlar həm də yolu ən təhlükəli variantlarla keçirlər. Sürücüsüz Vəfa xanım. Ağaçların dalından qəflətən yola çıxan demirəm. Yola güllə kimi açılan piyadaları görmüsünüzmü? Əlbəttə ki. Avtobusun bütün dünyada insanların çoxsu avtobus dayananda birincisi tərbiyəli piyadalar gedirlər piyada keçidi axtarmağa. Bizdə o barədə danışmaq dəyməz. Dünyanın o biri yarısında piyadalar qanunu biraz pozurlar, piyada keçidinə getmirlər. Amma avtobusun arxasından keçirlər ki, Vəfa xanım oradan onu görsün. Bizim piyadaların 10-dan 8-i avtobusdan düşdükdən sonra ən təhlükəli yerdən qabağından çıxmırlar. Güllə kimi açılırlar. Hər an ehtiyatlı olmalısınız. Hər ağac görəndə, enli ağac görəndə, hansı ki kökü böyükdür, hansı ki ayaqlar görünmür orada. Deməli, ayağınızı tormuza qoymalısınız. Mütləq. Çətindir, amma qoymalısınız. Yəni, bilirsiniz, o ha vaxt çıxacaq bilmirik. Həm də qəribə bir şey var. 10 dəfə ayağı tormuza qoyursan ki, buradan adam çıxar və yaxud avtobusun qabağından çıxmır. 11-ci dəfə qoymursan, həmin adam çıxır və sənin də həyatını korlayır, öz həyatında da ya son qoyur. Bizim də həyatımızı elə bir ki, tam sındıra bilər də, bütün planlarımızı. Deməli, məşhur Rus dramaturgu Çexov var. Deməli, o ayağı tormuza qoymaqdan gedir də söhbət və ehtiyatlı olmaqdan gedir söhbət. O bir cümlə demişdi ki, əgər drama əsəri haqqında, deyir, əgər əsərin birinci hissəsində divardan tüfəng açılıbsa, üçüncü hissədə mütləq o tüfəng açılmalıdır. İndi də mən piyadalara deyirəm ki, əgər yolun qırağında, hətta ağacın dalında yox, piyada varsa, niyə durub orada? Yolla əlaqədar nəsə eləməlidir. Özü biz necədir? Məsələn, 30 metr qalıb keçmir. 5 metr qalıb, hop, yola dolandı. Və yaxud da telefonda danışır, sakitcə danışır, deyirsən ki, danışır da, sevgilisi ilə söhbət edir, yəqin küsmüşdülər, sevgilisi deyir, yaxşı, gəl kinoya gedək. Hə? Və Aqil müəllimə və yaxud Vəfa xanımın maşının qabağına atılır. Piyadanı açılacaq, tüfəyindən açılacaq güllə kimi gözləməliyik. Yolun qırağında adam varsa ehtiyatlı olmalıyıq. Adam yoxdursa, amma yol iki tərəfli yoldursa, ortada misal üçün ağaclıq varsa, orada da ehtiyatlı olmalıyıq. Bəli. Zolaq varsa ümumiyyətlə var. Zolaq var və yaxud da yoxdur, yenə də ehtiyatlı olmalıyıq. Bundan başqa bunlar nə edirlər? Deməli, hər şey eləyirlər ki, elə bil ki, o dünyaya geçsinlər. Hər şey eləyirlər ki, tezliklə o dünyaya geçsinlər. Amma sonda günahkar kim olursa? Həmişə sürücü olur. Çünki bilirsiniz necə, bunun elmi əsasları var ki, sürücü təhlükəli nəqliyyat vasitəsi, təhlükəli qurğu idarə edən adamdır, hər şeyə cavabdehdir. Hardasa bunda bir məna var. Amma əslində necə olmalıdır? Əslində piyada 100% günahkardırsa, bəzi ölkələrdəki kimi sürücünü evə yola salmalıdır. Yəni ona qarşı heç bir cinayət işi olmamalıdır. Amma bunu sübut eləmək çətindir. Orada da bizim necə deməli anlar var. Deməli sübut olunmalıdır ki, bu sürücü bu piyadanı basmamağa görə nələr etdi. Məsələn, adam elə 100 ilə gəlirdi, oradan piyada qaçanda elə 100 ilə də onu vurubsa, əlbəttə onun cinayət işi açılacaq. Amma hər şey edibsə, tormuzu basıbsa, nə bilim maşını qaçırdı, amma yenə də vurubsa və imkanı olmayıb bu qəzadan qaçmağa. Əlbəttə bizim qanunda var ki, deməli, əlbəttə ki, mən statistika ilə bilmirəm nə qədər adamlar, amma mən inanıram ki, belə hadisələr olanda sürücünü
tam bəraət qazanır. Nəsə demək istəyirsiniz? Çox sağ olun söz verdiyiniz üçün. Aqil müəllim, mən bilirəm ürəyimiz doludur piyadalarla bağlı. Sürücülərin də ürəyi doludur, amma piyadaların da. Amma mən istəyərdim ki, biz bugün sırf piyadaları yəni qeyd edirik. Çünki həqiqətən də piyadaların səhvləri, qayda-qanun pozuntusu yetərlicədir. Və sonda da yenə də sürücülər günahkar olur. Yəni mən özüm də şahidi oluram ki, tək yaşlılar deyil. Siz demişkən misal üçün kolluqdan bir də görürsüz çıxırlar. Kontakt olmur. Sürücü ilə piyadanın kontaktı olmalıdır ki, mən səni gördüm, sən məni gördün və zolaq varsa buyur sən keçə bilərsən. Yox, onlar atılırlar. Və yaxud da heç piyada keçidi yoxdursa, misal üçün çox eşidirik, bu yaxında da eşitdik xəbər, yəni heç xoşa gəlməz xəbərlər çıxdı ki, piyada keçidi olmayan bir yerdən trasdan avtomobil heç durmadığı bir yerdən piyadalar keçirlər və sonda yenə də qəza baş verir. Amma bunlardan başqa da mən istəyərdim ki, valideynləri də burada vurğulayaq. Az yaşlı uşaqlarını tək buraxırlar. Bu yaxında mən özüm də şahidi oldum ki, təsəvvür edin, iki tərəfli yoldur və bir tərəf biz misal üçün piyada, həmin bu uşaqlar, az yaşlılar yolu keçirlər, biz yolu veririk. Digər istiqamətdən gələn, yəni üzbəüz avtomobil sürətlə gəlir. İndi zolağı bəlkə görmür, fikirlidir və oradan da sürür gedir. İndi təsəvvür edin ki, mən deyirəm ki, axı buradan mən necə buna işarə eləyim ki, dur. Yəni təsəvvür edin ki, az yaşlı uşaqlar, amma bəxtimiz gətirdi, Allaha çox şükür, yəni avtomobil gördü və dərhal saxladı. Yəni biz nə etmək olar? Nə etmək olar? Vəziyyət düzəlsin. Mən sizi başa düşdüm. Deməli, nə etmək lazımdır-dan qabaq İki variantda deyim necə piyadalar keçirlər, ondan sonra keçək, deməli, nə etmək olar? Deməli, bu piyadalar az imiş kimi yolu düzgün yerdən keçmirlər. Bir mən fikir vermişsiniz, yox, diagonal üzrə keçirlər. Bəli. Deməli, perpendikulyar yol qısa və təhlükəsiz də nisbətən. Qısaldırlar hətta piyada keçiddən keçməsə də, indi daha neynəmək olar? Keçmir də, keçmir. Amma bu perpendikulyar keçsə, tez o tərəfə çatır. Yox, diagonal üzrə. Ondan başqa bir şey də eləyirlər. Yolun sağından yol keçir. Sola baxmalıdır maşına, sağa baxır. Sağa baxır. Deməli, yolun ortasına çatanda sağa baxmalıdır, sola baxır. Bu dəvəquşu sindromudur. Bu dəvəquşu bilirsiniz də, təhlükə olanda başını salır torpağa, xəbəri yoxdur ki, bədən qalıb bayırda. Bəzi insanlar da inanın ki, mən belə başa düşürəm onların hərəkətindən, ürəkdən inanırlar ki, əgər onlar təhlükəni görmürlərsə, əgər onlar yaxınlaşan maşını görmürlərsə, o maşın onları necə basa bilər? Axı onlar o maşını görməyiblər. Bizdə cərimə cüzidir. Yəqin ki, cüzidir ki, belə eləyirlər. Amma əsas ondan başqa cərimənin həyata keçirilməsi mexanizmi piyadanı qorxuzmur. Piyadanı qorxuzmur. Əgər onun cəriməsi varsa, aylarla, illərlə vermir, belə olmamalıdır. Məsəl üçün, deməli, Singapurda nətər eləyirlər? Deməli, elə bil ki, bax, bizim sürücülük vəsiqəmiz var da, orada insanın da, piyadanın da piyada vəsiqəsi var. O piyada vəsiqəsində onun bütün yol hərəkəti qaydalarının pozulması yazılır, cəriməsi yazılır, vaxtında verilməsi yazılır və bundan başqa həmin o ballar var da, ballar elə bil ki, yığılır, mənfi ballar yığılır. O mənfi ballar onun maaşına da təsir edir. İşdə onun vaxtında məzuniyyət almasına da, məsəl üçün 25 gündür, buna 3 dəfə qayda pozub 15 gün verirlər. Belə olsa bizdə, məsəl üçün məzuniyyətə görə qayda pozarlarmı? Əlbəttə yox. Ondan başqa müxtəlif sahələrdə üstünlüklər olur da. Məsəl üçün, Həmkarlar İttifaqı tutaq ki, onlara puçovka, onu vermirlər ona. Qalır yana-yana. Bir halda ki, bunlar 20 manatdan qorxmurlar. Deməli, iki şey lazımdır. Piyadanın sürücülərə cərimə gəlir, özü cəriməni sizə bir sirr açım, yəqin ki, siz yaxşı sürücüsünüz, bundan xəbəriniz yoxdur. Amma 2 ay cəriməni verməyəndə maşın həbsə gedir. Bəli, maşın əldən getdi, verilişinə baxmısınız, burada da maşın əldən gedir. Ona görə sürücülər o dəqiqə qaçırlar, axırıncı pulları da olsa cəriməni verirlər. Piyadanın heç vecinə də deyil, cərimə yazıblar da, 3 dəfə pozmuşam. Bax, bunun həyata o cərimə olmalıdır, yüksək olmalıdır. Məsələn, 50-100 manat olur. Düz deyil, bu dəqiqə yəqin ki, bəzi dinləyicilər başlayacaqlar, bilirəm də, bəzi deyəcəklər, belə cərimədən yapışmışsınız. Bəs neyiniyək? Bax, hörmətli dinləyicilər, sizə müraciət edir. Bu
deməli piyadalar qırıla-qırıla gedirlər. Nətər eləyək ki, bunlar öz həyatlarını qorusunlar. Özlərini qorumurlar. Deməli, əgər insan özünü qorumursa, bir dənə yolu qalır da, cərimə yolu. Bəli. Bir də maarifləndirmə. Maarifləndirmə eləyirik də. Amma onu dinləyən yoxdur. Ruslarda bir söz var. Yoxdur. İki şey lazımdır vəhdətdə. Metod knuta и пряника. Qoğal və qamçı. Qoğal sizin bax bu verilişinizdir və mən özüm çox verilişlərdə iştirak edirəm. Qoğal budur. Qoğalı hər adam yemək istəmir və yaxud da qoğalı bəyənmirlər. Onda nə qalır? Qamçı. Qamçı nədir? Cərimə. Cərimələr artmalıdır. Bəli. Yəni onu da ki, artıq fikirləşənlər bilsinlər ki, nə etməliyik ki, bu qayda qanunu pozan piyadalar, yəni əvvəllər sürücülər necə piyadalar yol vermirdilər, yadınızdadırsa, indi verirlər. Harda lazımdır, orada verilir. Yeri gəlmişkən piyadalara yol verəndə sürücülər nə qədər həmin zolaqdan neçə metr biz aralıqda saxlamalıyıq? Mən belə çox qəşəng sual verdiniz. Bu dinləyicilərə də maraqlı olar, xüsusilə sürücülərə maraqlı olar. Deməli, qanun elə bir cümlə yoxdur ki, piyada keçidinə 30 sm saxla, 1 metr saxla, 2 metr saxla. O piyada keçidinə 5 metr qalmış belə bir söhbət var dayanmaq, o dayanma durmaya aiddir. Amma piyada keçidinə yaxınlaşanda piyada keçidindən, piyadadan nə qədər uzaqda durmaq, qanun bu barədə susur və deyir ki, piyada keçidinə çatmayanda deyən. Amma mən nə məsləhət görürəm? Piyada keçidinə azı metrə yarım, 2 metr aralı durmaq lazımdır. İzah edirəm niyə? Çox belə hadisələr olur ki, bəzi sürücülər gedirlər 10 santimetrlikdə saxlayırlar. Piyada da, bizim piyadaların içində yaxşıları da var. Görür ki, o qədər sürücülərin də canı azı yoxdur. O qədər hərdən bəzilərində deməli piyadanı buraxmırlar. Piyadaların bəzi heç olmayıb sizdə. Yanmısınız və piyadanı buraxanda o sizə sağ ol deyib. Bəli, mən özüm də çox sağ ol deyirəm. Mən özüm də sağ ol deyirəm. Çünki o qədər öyrəşməmişdik ki, indi deməli eləyirlər, buraxırlar. Və ya da üzr istəyirəm Aqil müəllim, biz misal üçün piyada kimi yolu keçəndə biz sürətimizi artırırıq. Yəni keçirik ki, yəni insanları, sürücüləri gözlətmir. Amma indiki bəzi piyadalar isə xüsusilə qızlar, podiumda keçirlər elə bir podium. Oğlanlar da. Yəni telefonu qulaqlıqlarını taxırlar. Hətta rəqs də eləyə bilərlər. Deməli sözüm yarımçıq qaldı. Mən nə məsləhət görürəm? Metrə yarım saxlamaq, 2 metr elə saxlayın. Niyə görə? Tutaq ki, gəldi pis sürücü saxladı 10 santimetrlikdə. Piyada sağ ol dedi ona və yolu keçməyə. Düz onun qabağına keçəndə daldan həmin sürücü zərbə aldı. Daldan zərbə aldı. 10 sm. Maşın da adətən əgər orta zərbə alıbsa, laf güclü zərbədən getmir. Hardasa 1 metr, metrə yarım tullanır. 10 sm dayanıbsa, həmin ona sağ ol deyən bu dəqiqə 2 saniyə bundan qabaq ona sağ ol deyən piyadanı uzadacaq. Amma metrə yarım 2 metr duranda indi Allahın işidir. Kimsə gəlib deyəndə bu maşın 1 metr tullanacaq və yenə də piyada sağ qalacaq. Sualınızın cavabı odur ki, qanunda olmasa da, amma məsləhət elədir ki, 1 metr, metrə yarım aralı. Bəs biz sürücülər gözləməlidirlər, piyada tam zolağı bitirsin, keçsin, sonra biz avtomobili idarə eləyək, yoxsa artıq, necə deyəlim, maşının önündən keçibsə piyada, biz yolumuza davam eləyə bilərik? Ümumiyyətlə belədir. Ümumiyyətlə, gəlin, qanun nə deyir, o barədə danışım. Qanun deyir ki, sürücü piyadaya yol verməlidir. Yol vermək nədir? Yol vermək ona mane olmamaqdır. Sən gərək ona mane olmayasan. Bəs mane olmamaq nədir? O sənə görə hərəkət sürətini, keçdiyi hərəkət sürətini dəyişməməlidir. Necə gedirdi? Elə də keçməlidir. Və o sənə görə istiqamətini dəyişib keçməməlidir. Bu iki şərt. Və burada məntiq deyir ki, əgər piyada artıq keçibsə, sən onun yanından keçib gedə bilərsən. Yəni, qanun belə deyir. Və ondan başqa, bəzi yollar var ki, 4 solaq bu tərəfdədir, 4 solaq o tərəfdədir. Piyada da orada, düzdür, belə bir cümlə var ki, piyada keçidinə, deməli, ayağını qoyubsa, deməli, buraxmalıdır. Belə cümlə var, amma yenə də deyirəm. Axı şəhərdə tıxaclar onsuz da çoxdur. 8 zolaq o yandan bir nəfər ayağını qoyub hələ bilmir, keçəcək ya yox. Sən burada dayansan, şəhər, tıxaclar da belə yarana bilər. Siz qanun tərəfini soruşursunuz, mən də dedim ki, mane olmasan gedə bilərsən. Və ya da elə piyadalar var ki, ümumiyyətlə, ayağını basıb piyadada keçmir. Telefonla əlində, misal üçün, taksi sifariş verir. Sən deyirsən, keç, hələ sən deyir, keç də. Bax, belə verilişlərə qulaq asanda, piyada biraz fikirləşməlidir. Bax, nədən var? Deməli, həyat mübarizədir. Həyat arzular uğrunda mübarizələrdir. Hər birimiz səhər-səhər harasa qaçırıq, neynirik, öz işimizdə planlar qururuq.
Bunun üçün nə lazımdır? Sağlamlıq lazımdır. Sağlamlıq olmayanda, insan şikəst olanda nə qədər çətin olur, nə qədər düzdürmü çətin olur. Bunlar fikirləşməlidirlər ki, bax, 2 ayağım, 2 əlim var. Yenə də mən qaçıram, çətinliklə də olsa qaçıram. Axı sabah mən öz sağlamlığımı itirsəm, mən yeriyəndə çətinləşsəm, və yaxud yeriyə bilməsəm, və yaxud çəliylə getsəm, bu arzulara çatmaq nə qədər çətinləşəcək. Bu barədə əgər insanlar dərindən fikirləşsəydilər ki, özdə mən ailə başçısıyam. Mən yolu normal keçməliyəm. Niyə? Birinci qanunlara görə. Yaxşı, qanunları saymıram. Ailəmə görə. Onlar deməli, ailə başçısını itirməməlidirlər. Onlar sağlam ailə başçısını itirməməlidirlər. Çünki bu ailə məndən asılıdır. Bir balaca insanların bir qismi pis piyadalardan gedirdi. Bu barədə oturub ciddi fikirləşsəydilər ki, onlar yolu pis keçmək nələrlə nəticələnər. Bir də nəticə çıxarda bilmirlər. Hər gün televiziyaları açırsan, interneti açırsan, 3 nəfər öldü, 2 nəfər ağacda, 4'ü xəstəxanada. Qardaş, nəticə çıxardın da. Nəticə çıxardın da. Hamı elə bilir ki, hamıya nəsə ola bilər. Maaş da ola bilməz. Yəni belə bir sindrom var. Mənə heç zad ola bilməz. Problemlər bundandır. Bəli, və həmişə də onsuz da piyadalar deyirlər ki, sürücülər günahkardır. Piyada heç Vurar, bir piyada cavabını verər. Bəli, heç bir piyada öz günahını boynuna almaz və yaxud da piyadanın tanışı, qohumları da yəni günahı boynuna almaz. Və biraz əvvəl elə valideynləri də biz qeyd elədik, kiçik yaşlı, yəni az yaşlı uşaqların yol keçməsindən. Hər bir valideyn uşaqlarına hər gün əgər istər yəni yaşından asılı olmayaraq az yaşlıdırsa, ümumiyyətlə az yaşlıları hal-hazırda yəni tək buraxmamalıdırlar. Çünki bəzi valideynlər deyirlər ki, mən də balaca olmuşam, mən filan yaşda mən özüm məktəbə gedib gəlirdim. Amma bir şey unutmamalısınız ki, yəni o vaxtki dövr indiki dövrlə bir deyil. O vaxtki avtomobillər, yəni sayca indiki kimi deyil və sürücülər zəmanə, daha çətin, daha səbirsiz, daha deyərdim aqressiv, bəli. Tək sürücülər yox, elə piyadalarda da aqressivlik var. Yəni valideynlər yaşından asılı olmayaraq uşaqlarına hər gün özləri maarifləndirməlidir. Ondan başqa, maariflənmədən başqa, hər gün yolları uşaqla keçəndə normal keçməlidirlər. Çünki uşağa bir şey deyəcəksənsə, sonra onu yola sürükləyəcəksənsə, uşaq dediyi yox, elədiyi götürəcək. Verilişimiz ağ-qara çıxmasın deyə ki, hər şey pisdir. Mən sizə yaxşı, mən ümumiyyətlə həyatda çalışıram, deməli, balans saxlayım. Mənfilikləri görəndə müsbət cəhətləri də deyim. Deməli, yaxşı cəhətlər odur ki, məsəl üçün, Nərmanov metrosunun yanında o gün nə görürəm? Bir qism piyadalar çox normal keçirlər. Deməli, balaca bir küçədə orada maşın yoxdur, amma qırmızı işıq yanır. 5-6 nəfər durub, o tərəfdə də, bu tərəfdə. Heç biri keçmir. Gözləyirəm ki, bir şey var, biri keçəndə adətən, o birilər də qoşulub ona gedirlər. Gözləyirəm, biri görəsən keçəcək, yox, keçmədilər. Deməli, haradasa bir 45 saniyə gözlədilər, maşın yox idi. Yəni, biz yəqin ki, bu təbliğatın rolu hər halda var. İndi tərbiyə də yavaş-yavaş nəsə var, bir qismində var. Dayanıb gözlədilər 45 saniyə. Gəlin, yaxşı tərəflərdə görək, yaxşıları hər sahədə, yaxşılar da var, pislər də var. Məsləhətimiz odur ki, pislər düzəlsinlər də, öz xeyirlərinə görə. Biz istəyirik ki, ideal olsun Bakı. Bakı çox gözəl şəhərdir, özü kimi qonaqpərvər şəhərdir. Deməli, baxmayaraq ki, bəzi piyadaları pisdir, amma yaxşıları da çoxdur. Qonaqpərvərdir, yaxşıdır, yol infrastrukturunda yaxşı cəhətlər var. Amma biz istəyirik ki, minuslar da olmasın. Ona görə bu söhbət eləyirik. Bəli, bəli. Yəni danışığımızın inşallah ki, xeyri olar. Deyilir, yəni ki, arzulamaq lazımdır ki, niyyətin hara, mənzilin ora eşitmişsiniz də. Arzu eləyək ki, düzəlsin də. Bəli. Mən yenə də fürsətdən istifadə edib bizim izləyicilərə demək istəyirəm ki, hansı bir suallarınız, hansı bir təklifləriniz varsa və ümumiyyətlə verilişimizdə yəni daima izləyib, yəni bu podkastları izləmək istəyirsinizsə, qaçırmaq istəmirsinizsə, bizim səhifələrimizə abunə ola bilərsiniz. Instagramda Rasulova ilə söhbət yazıb abunə olursunuz. Həm təkliflərinizi, həm rəylərinizi bildirirsiniz. Eyniliklə də YouTube kanalımızda da Vəfa Rasulova yazıb abunə ola bilərsiniz. Telefon nömrəmizi xatırladım. 055, yəni aşağıda artıq qeyd olunub, mən deməsəm də olar. Öz təkliflərinizi və rəylərinizi mütləq bildirin. Və Aqil müəllim, mən istəyərdim ki, yəni artıq düzdür, problemlər çoxdur. Bu kimi bu qayda qanunları həm
pozanlar da, riayət edənlər də var, siz demiş, pozanlar da var. Biz də çalışırıq ki, yenə vaxt aşırı olsa da, bax bu problemləri işıqlandıraq, bilənlər, dinləyənlər izləyib bəlkə də düzəlmiş olar. Yəni mən istəyərdim ki, bir çox məsləhətlər verdik, belə deyək, vurğuladıq hansısa bir mənfi cəhətləri, amma fürsətdən istifadə edib bütün piyadalara, sürücülərə, buradan bütün qonaqlara mən deyirəm ki, öz məsləhətiniz, 5 önəmli, 5 vacib məsləhətinizi verəsiniz. Deməli, məsləhətlərdən birincisi odur ki, Bakının tıxaclarında çox adam aqressivləşir. Mən tələbələrimi də öyrədirəm ki, görəndə ki, bunlar artıq hövsələsini itirirlər. Mən onlara qısaca bir elə tıxacda dayanırıq da, onda bir məsləhət görürəm, bu dinləyicilərə də maraqlı olar. Mən elə gəlir bu məsləhətdən sonra onlar tıxaclardan bezməzlər. Bilirsiniz, deməli, biz bu şəhərdə doğulmuşuq ya bu şəhərə gəlmişik, bu şəhərdə dostlar qazanmışıq, işimiz buradadır, heç yerə getmək istəmirik, hər halda xoşumuz gəlir də. Yəni, ailəmiz burada olub, uşaqlar böyüyüb, ev almışıq. Deməli, bu şəhərin müsbət cəhətləri var da, bu şəhərin bir gözmuncuğu olmalıdır ya yox. Bunun gözmuncuğu deyirəm, bunun tıxaclarıdır. Bütün dünya ölkələrində bu dəqiqə tıxacları var, bu problem var və bu tıxaclarda təmkinli olmaq lazımdır. Kim bəyənmir, içi mən qarışıq, çamadan, qatar, doğma kənd, məsəl üçün, əslimiz hamımızın əsli hardansa, Bakıda doğulsaq da, əslimiz hardansa, çamadanı götür, get orada, boşluqdur, maşınlar yoxdur. Yox, istəmirsən, onda təmkinli ol, bu şəhərin yaxşı cəhətlərini qəbul etdiyin kimi, mənfi cəhətlərini də qəbul etmək lazım. Bu birinci məsləhət. İkincisi, özünüzü qorumaq lazımdır. Deməli, ikinci dəfə bu həyata gəlməyəcəyik. Həyatda funksiyamız var da. İnsanın həyatda funksiyası nədir? Həyata gəlmək, maraqlı peşə seçmək, ailə sahibi olmaq, uşaqlarını görmək, yaxşı olar ki, nəvələrinin də toyunu görmək, amma hər adama qismət olmur. Yaxşı, arzular yaxşıdır. Nə bilim, ev qurmaq, belə. Və bu arzulara çatmaq üçün, yenə deyirəm, sizə sağlamlıq lazımdır. Sağlamlıq isə yolu ehtiyatdan keçəndə və hətta sürücülər də ehtiyatsız olanda öz sağlamlıqlarını da itirə bilərlər, bəziləri də həyatlarını itirir, belə. Bu məsləhəti verə bilərdim. Vallahi bu iki məsləhəti qulaq assalar ki, tıxaclara, bu təmkinli, ümumiyyətlə yolda təmkinli olsunlar. Sonra yolda Vəfa xanıma siqnal verməyin, qadınlara siqnal verməyin. Onsuz da çətindir, onsuz da onlara çətindir. Qadın görən kimi bəzi kişilər, bilirsiniz necədir, elə bir aqressivləşirlər ki, bu niyə mətbəxdən çıxıb? Bu niyə mətbəx? Bu qadını inanmazsınız Vəfa xanım. İndiyə qədər elə adamlar var ki, onlar fikirləşirlər ki, qadının yeri mətbəxdir və qonaqları qarşılamaqdır. Qadın nədir, maşın nədir? Amma əlbəttə ki, çoxlu sayda uzaq görən kişilərimiz var. Hansı ki, başa düşürlər ki, həyat yoldaşları avtobusda əziyyət çəkməkdən, nə bilim, metroda əziyyət çəkmədən, elə şəxsi maşında rahat-rahat getsinlər. Və əgər qayda-qanuna riayət edən qadınlarımız, xanımlarımız varsa və həqiqətən də qayda-qanunu pozmursa və yaxşı maşın, avtomobil idarə eləyə bilirsə, niyə də avtomobil sürməsin? Deməli, 5 yox, elə bu 3 məsləhətə yerinə yetirsəz, həyatınız işıqlı, mənalı, təmkinli olacaq. 5 dənə lazımdır, elə 3 dənə bəs. Təşəkkür eləyirəm Aqil müəllim, minnətdaram. Ümidvaram ki, bugünkü söhbətimizin, Rəsulovdakı bugünkü söhbətimizin hansısa bir müsbət tərəfi olacaq və hansısa bir mənfi tərəflər azalacaq. Yəni bizi eşidənlər də biz bunu boşuna bu söhbəti etmirik. Həqiqətən də istəyirik ki, bunun xeyri olsun. Həm cəmiyyətimizə, həm piyadalarımıza, həm də eyniliyinə sürücülərimizə. Mən də sonda sizə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Minnətdaram dəvətimi qəbul etdiyinizə görə və mən istəyərdim ki, yenə də sonda fürsətdən istifadə edib hamınızı bayram münasibəti ilə, Ramazan bayram münasibəti ilə təbrik edim. Allah orucunuzu, dualarınızı, niyyətinizi qəbul etsin. Çalışın ki, səbirli olasınız, çünki dinimizdə də səbirli olmaq qeyd olunur. İnsan səbirli olanda həm avtomobili normal idarə edir. Qayda-qanun pozmur, qəza törətmir. Eyniliyinə piyadalar da səbirli olanda
heç bir qəza olmur, heç bir də pis hadisə baş vermir. Çalışın ki, səbirli olasınız və çalışın ki, necə ki öz tərbiyənizlə, öz ailənizin tərbiyənizi ətrafda, öz iş yerlərinizdə göstərirsinizsə, eləcə də həm avtomobili idarə edəndə həmin mədəniyyətinizi göstərəcəksiniz, həm də yol keçəndə həmin mədəniyyətinizi, tərbiyənizi hamıya necə deyərlər, göstərmiş olasınız. Bu günlük bu qədər. Təşəkkürlər. Sağ olun. Sizə də, bizə də uğurlar.